Sink qəbulu kişilərdə sperma hərəkətliliyini artırıb. Sink sulfatının kişi sonsuzluğun müalicəsində təsirli ola biləcəyi ilə bağlı yeni araşdırma diqqət çəkib. Küveytdə aparılan tədqiqatda spermanın hərəkət qabiliyyətinin zəifləməsi problemi olan 100 kişi iştirak edib. Araşdırma çərçivəsində iştirakçıların bir hissəsinə 3 ay ərzində gündə 2 dəfə 250 mq sink verilib. Digər qrupa isə heç bir müalicə tətbiq olunmayıb. Nəticələr sink qəbul edən şəxslərdə sperma keyfiyyətinin yaxşılaşdığını göstərib. Alimlər sayda artım, hərəkətlilikdə yüksəliş və mayalanma qabiliyyətində yaxşılaşma müşahidə edib. Eyni zamanda sonsuzluqla əlaqəli antisperm anticismlərinin səviyyəsinin azaldığı bildirilib. Tədqiqat müəllifləri sinkin antioksidant təsiri sayəsində hüceyrələrin membranını qoruduğu və immun sisteminə müsbət təsir göstərdiyi qeyd edilib.